Əziz Doğru Yola Doğru izləyiciləri, sizin bizim sosial şəbəkələrə ünvanladığınız çoxsaylı suallarınızı nəzərə alaraq bu videonu çəkməyə qərara gəlmişik. Deməli, ilk növbədə bu inanmaq və bilmək haqqında danışmaq istəyirəm. Çünki əsas iradlar, batil inanclar, belə bir şey yoxdur və s. və axır kimi iradlar bildirilir. Əslində o iradları başa düşürük, bu normaldır. İnsan şahid olmadığı, görmədiyi, toxunmadığı, hiss eləmədiyi bir şeyi qəbul etməsi çətindir. Yəni, inanmaq və bilməyin və bizim üzərimizə gələn ən çox iradlar Quran üzərindən gəlir və hər bir şeyi Quranda bu yoxdur və yaxud da Quranda bu var kimi iradlar bildirilir. Sadəcə bir şey demək istəyirəm ki, İslamın əsas şərti kəlmə-i şəhadətdir. Kəlmə-i inanc deyil, kəlmə-i inanmaq deyil, şahid olmaqdır. Yəni, bir şeyləri şahid olub, ondan sonra o şeyi qəbul eləməkdir. Yəni, ona görə də Quranda iman edənlər deyiləndə, orada inanmaq nəzərdə tutulmur. İman bilmək deməkdir, yəni bilgi üzərindən əminlik deməkdir. Yəni, ona görə də Quranda bir də var kitab əhli, düzdür, orada indi mötəzələrdə onları digər dini mənsublara aid edirlər. Əslində bu belə deyil. Kitab əhli mənası o deməkdir ki, yəni hər bir şeyə səthi yanaşan, yazıldığı kimi yanaşan. Məsəl üçün bizdə söz var da, mənim gözüm ondan su içmir. Düşünün ki, bu bir ayədir, bunu da tərcümə olunur başqa bir dilə. O adam da oxuyur, oradan heç nə başa düşmür. Deyir ki, bu nə cümlədir, bu nə fikirdir. Yəni ona görə də kitab əhli o adamlara deyir ki, hər bir şeyi gördüyü kimi qəbul eləyən. Əslində isə hər şey göründüyü kimi deyil və hər bir şeyin ən azı iki tərəfi var. Yəni, dilçilikdə də bu belədir ki, məcaz var. Məsəl üçün, istənilən dahi İslam alimlərinə müraciət eləsəz, Quranın zahiri və batini var deyəcəklər, deyiblər. Ona görə də Quranla kitabın fərqini də bilmək lazımdır ilk növbədə. Kitab oxunan hər şeydir, Quran oxunanlardan çıxarılan doğru mənadır. Ona görə də kitabda qeyd olunur ki, Quran şəfadır və bir də şəfa kəlməsi balla paralel keçir, bal insanlara şəfadır. İndi biz baxaq bal nədir, ondan sonra Qurana qərar verək ki, Quran ümumiyyətlə nədir? Yəni, bir balın alınmağından ötürü arı minlərlə, milyonlarla çiçəyin üzərinə qonur ki, 1 qram bal alsın. Yəni, siz bir Quranı çıxarmaqdan ötürü ilk növbədə bütün kitabı, ilk növbədə o kitabdakı bütün ayələrə, yəni çiçəklərə qonmalısınız, bir-bir oradan şirəni çəkməlisiniz. Sonra onu öz daxilinizdə analiz edib, həzm edib bağa çevirməlisiniz ki, o son nəticədə Quran olsun və sonra da sizə şəfa olsun. Yəni, bunu bu şəkildə açıqlamağımın səbəbi odur ki, insanlar tərcümələri oxuyurlar və tərcümə üzərindən fikir deyirlər. Əlif Lam Mim bilinmir nədir, Yasin bilinmir nədir. Bu kodirovkaları ümumiyyətlə bilmədən, Rəhman surəsində 30 dəfə təkrarlanan ayənin nəyə görə 30 dəfə təkrarlandığını bilmədən bu şeylərdən çıxış eləmək mənə görə yanlışdır. İndi bizim məşhur ilahiyyatçılarımız var, bu ilə məşğul olan insanlar var. Mən ilahiyyatçı deyiləm, mən sadəcə müstəqil araşdırmacıyam. Ona görə də kimsə üzərimə Quranla gələndə mənim ilk sualım olur ki, qardaş, Əlif Lam Mim nədir? Bəqərə surəsi 2-ci ayədə deyir ki, bu müttəqilərə doğru yol göstərəndir. Yəni, müttəqi də bilirik ki, ən yüksək məqamlardan biridir Quranda və cənnətlə müjdələnir. Əgər bu adam müttəqidirsə, bu kitabı neyinir? Yəni, belə bir sual çıxır. Və yaxud da ki, müttəqi olmadan doğru yola çatmaq necə olacaq? Yəni, bu kimi suallar çıxır. Ya, məsəl üçün, 4 şahid deyilir, gətir, zina eləyən vaxt. Orada da üçünü gətirsəm, dördüncünü gətirməsəm nə olacaq? Bu kimi suallar var. Siz 4-ün mənasını bilmədən, zinanın mənasını bilmədən bu cür suallara cavab verməyə çətin olar. Bu mənada Quran üzərindən fikirlər deməmişdən qabaq, qarşı çıxmamışdan qabaq xahiş olunur ki, bu şeyləri də, bu sualları da araşdırın, baxın. Ondan sonra söhbət eləyin. Çünki həyat da elədir. Yəni, həyatın içində proseslər baş verir, müəyyən hadisələr baş verir. O hadisələrə sadəcə kənardan deyib qərar versək, əlbəttə ki, yanlışlığa yol verəcək.
Sonra biz fizika sözü işlədəndə biraz, bu da bizdə materialistlərdə biraz qızıq yaradır. Yəni fizika deyəndə ümumiyyətlə yaradılışda elə bir hadisə, elə bir proses yoxdur ki, fizika qanunlarına tabe olmasın. Yəni möcüzə deyilən şey yoxdur. Möcüzə bizim bilmədiyimiz, hansısa alim tərəfindən hələ kəşf olunmamış təbiət hadisəsidir. Yəni onun belə fizikası var, onun belə qanunu var. Sadəcə biz indi bilmirik. Düşünün ki, əlinizə bir dənə pult götürmüsünüz, indi keçmişə necəsə səyahət eləmişsiniz, aparmışsınız televizordan pultu əlinizdə, o vaxtki insanlara göstərirsiniz ki, sizin əlinizdəki bir alətlə siz televizoru yandırırsınız. O insanlar üçün bu möcüzə olacaq. Amma bunun fizikası var da, yəni indi məlum olub, indi istifadə olunur və yaxud mobil telefon olsun. Yəni hansısa müasir bir texnologiyanı keçmişə aparanda o keçmişdəkilər üçün möcüzə hesab olunacaq. Eyni şeydə digər həyatda baş verən hadisələr var ki, indiki elm onları izah eləyə bilmir, o şeylər qarşısında aciz qalır, amma onların belə fizikası var. Yəni bu insan sağlamlığına da aiddir. İnsanlar var ki, özləri müstəqil şəkildə heç bir dava dərmandan istifadə eləməyərək ən ağır xəstəliklərdən ayağa qalxırlar. Bunun da yenə də fizikası var, üsulu var, yolu var. Quranda məsəl üçün Musanın əsası var. Yəni birinci baxmaq lazım ki, əsa deyəndə nə nəzərdə tutulur? Əsas sözü sizə əsas sözünü xatırlatmır. Yəni əsaslandığım bir şey. Qabağına sehirbazlar çıxır və o sehirbazların Musanın əsası ilana çevrilərək onların sehirlərini udur. Bu deməkdir ki, Musanın əsaslandığı bilgi onun qarşısına çıxarılan iddialara qarşı, fikirlərə qarşı, hansısa bir texnologiyalara qarşı daha üstündür. Vəssalam, yəni burada belə fenomen bir şey axtarmaq və yaxud da ki, belə şey ola bilməz deməyə ehtiyac yoxdur. Yəni, yenə də deyirəm, Quranın o batini mənasını bilmək lazımdır ki, o dənizi yardı deyiləndə nə nəzərdə tutulur? Ümumiyyətlə, dəniz nədir? Bu kimi şeyləri bilmək lazımdır. Sonra, məsəl üçün, tutalım ki, gələcəkdə bir texnologiya çıxdı. Yəni, bu günləri əlimizdə maşın yuyan aparatlar var da. Yəni, orada hansı təzyiq var, yəni bilənlər bilir. Düşünün ki, elə bir təzyiqli texnologiya çıxdı və yaxud da ki, atom bombası kimi bir şey çıxdı, həqiqətən dənizi yardılar. Onda necə olacaq? Yəni, bu kimi şeylərə gülmək, lağlaq eləmək məncə doğru deyil və bilmədiyimiz bir şeyi boş şeydir deyib, lağlağı eləyib, ələ salmaq, keçmək doğru deyil. Yəni, ilk dəfə dəmir yolu salınanda, ilk dəfə yer kürə formasında deyiləndə, ilk dəfə yer dövr eləyir deyiləndə də bu şeylərə lağ eləyirlər, gülürdülər. Ona görə də bir şey qarşınıza çıxanda məsləhət budur ki, çalışın o şeyə neytral qalasınız. Araşdırın, baxın, bilin, şahid olmadınız, tamam, bıraxın geçsin. Çünki hər bir şeyin üzərinə siz əgər qarşınızda hansısa matrixalar qoysaq ki, yox, belə bir şey yoxdur, siz onları heç vaxt görə bilməzsiniz. Bu, yəni, həm inananlara, həm inanmayanlara aiddir. İnanmayanlar inanlara qarşı çıxır, inananlar digərlərinə qarşı çıxır. Hərənin öz bir matrixası var və o matrixalar orada toqquşurlar. Yəni, bu mənada bilmək lazımdır ki, məsəl üçün, Quranda bir dənə də ayəni deyim, günəş, ay, dağlar, ağaclar səcdə edirlər. Onların səcdəsi necədir ki? Baxmaq lazımdır ki, ağac necə səcdə edir, dağ necə səcdə edir, günəş necə səcdə edir, hansı funksiyanı yerinə yetirir. Və oradan gedib həmin həqiqətən səcdənin əsl mənasına çıxmaq lazımdır. Sonra İbrahim Peyğəmbərin öz qövmü ilə höcəti, yəni məntiq oyunu oynamağı, o deyir, ay mənim ilahımdır, sonra deyir, günəş mənim ilahımdır və onların batdığına görə onlardan imtina edir, məntiq oyunu oynayır. Onlara göstərir ki, yəni ilah belə ola bilməz. Yəni hər bir şeydə həyatda baş verən istənilən proseslə, hadisə ilə bu cür alış-veriş eləmək lazımdır, bu cür sorğu-sual eləmək lazımdır. Sonra bir də mənim ən sevdiyim Bir Qalanın Sirri filmində səhnə var. Kitablar gülə-gülə Elşənə deyirlər ki, sən bizi hələ oxumamısan, onun belinə kəmər gəlmir. Həqiqətən də bizim hansısa bir müstəvidə, hansısa bir elmdə, bilgidə kəmər belimizə oturmağından ötürü gərək biz o sahəni bilək. Yəni, karatedə də belə var da, o karate ustalığı yüksəldikcə onun kəmərinin rəngi
dəyişilir və ən üstünü səhv eləmirəmsə qara kəmərdir. Yəni eyni şey də bilgidə belədir.